Gəldiyi fəsil 10. Verilənlər bazası MS Access 2019 verilənlər bazası idarə etmə sistemi. Ümumiyyətlə verilənlər bazası nədir yoldaşlar? Burada bir neçə tərif verilib. Bir neçə tərif. Verilənlər bazasına ən yaxşı nümunə mən sizə belə izah edeyim də. Məsələn, bizim, mənim və ya sizlərin hər birimizin Dövlət İmtahan Mərkəzində bu şəxsi kabinetimiz var. Bu şəxsi kabinet bu verilənlər bazasına bir misaldır. Çünki verilənlər bazasında bizim orada yəni baza olaraq nəyimiz saxlanılır? Ad, soyad, ata adı, nə bilim şəkil, mail adres, telefon nömrəsi, qeydiyyatda olduğun ünvan, faktiki yaşadığın ünvan və s. və s. Yəni baza məlumat budur. Müəyyən sayda elementləri özündə saxlayır. Aydın oldu. Bu da adətən demək olar ki, cədvəllərdə saxlanılır. Yəni verilənlər bazasında olan məlumatların əsasını cədvəllər təşkil edir. Əsasən də Access proqramının əsasını cədvəllər təşkil edir. İndi cədvəllərdə saxlanılırsa, indi orada bir fərq də görəcəyik. Çünki Excel-də də məlumat cədvəllər saxlanılır. Yəqin ki, bir arada müəyyən fərqlər olacaq. Deməli, verilənlər bazasının idarə etmə sistemi var. Verilənlər bazasına aparılan əməliyyatların hamısı verilənlər bazası idarə etmə sistemi, yəni VBIS adlanan proqram kompleksi vasitəsilə yerinə yetirilir. Yadınızdadırsa, VBIS proqramları biz 4-cü bölmədə demişdik, fəsil 4-də. Orada elə bir ki, belə deyək də, proqramların adlarını qeyd etmişdik, sadəcə VBIS proqramlar. Bir də verilənlər bazasına da onun tərifini demişdik. Aydın oldu. Deməli, verilənlər bazası administratorda anlayışda var yoldaşlar burada. Verilənlər bazasının, VB verilənlər bazası deməkdir. Bunun tələblərinin yerinə yetirilməsi verilənlər bazasının administratoru tərəfindən aparılır. Deməli, verilənlər bazasının administratoru deyəndə nəyə başa düşürük? Verilənlər bazasının administratoru bir və ya bir neçə mütəxəssisdən ibarət bir qrupdur. Yəni, bunların işi nədir? Bunların işi bazanı yaratmaq, onu yeniləşdirmək, təsihi və istifadəçilərin sorğularına cavabları təmin etməkdir. Yəni, operativlik yaradırlar. Təsihi nə deməkdir, müəllim? Yəni, strukturlaşdırır da elə bir ki. Təhsis yoxsa təhsih? Belə bir şey yazıb, təsihi yazıb. Yəqin ki, ola bilər. Təhsis olar məncə. Mən də elə düşünürəm, o səhvlik olub orada yəqin ki. Tamam. Gəldik server klient anlayışı var. Bu şəbəkədə də bunu deyəcəyik biz. Server kompüter şəbəkəsinin resursunu idarə edən kompüterdir, yəni əsas. Ümumiyyətlə server yadda saxlayın, güclü kompüterlər hesab olunur. Niyə? Çünki hamısı bundan asılıdır. Digər qoşulan kompüter şəbəkəyə. Klient isə həmin resursdan istifadə edən kompüterdir. Aydın oldu. Bunu yadda saxlayaq. Hansı ki, kompüter şəbəkəsinin resursu rolunda verilənlər bazaları, fail sistemləri, post xidmətləri, mətbuat xidməti və s. kimi çıxış edə bilər. İndi, gəldim burada verilənlər bazasının modelləri var. Verilənlər bazasının modellərinin 4 yerə bölünür. İyerarxik, bu həm də nə deyildik biz? Ağacvari. Ağacvari. Sonra şəbəkə, relyasiya, bir də obyekt yönlü. İndi, ağacvari model haqqında məlumat verək, iyerarxik model. Verilənlərin qraf şəklini təsvirinə əsaslanır. Şəkili də burada verilib. Deməli, yoldaşlar, burada bir nəzəri məlumatlar var, onu da bilmək lazımdır. Deməli, sistemin qraf diaqramında təpələr, düyünlər, yəni mahiyyətin tipini, budaqlar isə mahiyyətlər arasında əlaqələri göstərir. Çox vaxt bu modelə budaqlanan, yəni ağacvari model də deyirlər. Bu modeldə verilənlər səviyyələr də təsvir olunur. Aşağı və yuxarı. Aşağı səviyyə, yuxarı səviyyəyə tabi olur. Bir növ bilsinə yoxdur bu. Valideyn-övlad münasibətinə tabiçiliyə əlaqə olaraq. Bu modeldə layihələndirmə yuxarıdan aşağıya doğru aparılır. Və budur, belə bir şəkildə verilir. Ağacvaridir, yəni universitet bölünür belə 3 yerə, məsəl üçün nümunə verilir. Bunun öz daxilində 2 yerə bölünür, bildiniz necə? Və ya bunlar da öz daxilində bölülə bilər.
Mesela 2 yerə tutaq ki də. Aydın oldu. Yəni 2 yerə və ya 3 yerə. Yəni ağacvari model budur. Aydın oldu yoldaşlar. Növbəti burada bu modellərdə bir də əlaqələr var. Əlaqələr birin birə, birin çoxa, çoxun çoxa tipli əlaqələr var. İndi bu birin birə, birin çoxa nə deməkdir? İndi bunları anlayış olaraq deyəcəm mən sizə. Verilənlər bazasında yoldaşlar, verilənlər bazası anlayışlarında. Məsələn, ola bilər ki, bir cədvəldə, bir hissədə bir nəfərin məlumatı, növbəti hissədə bir nəfərin məlumatı. Yəni, elə bir ki, birin bir o demək ki, bir nəfərin məlumatı növbəti cədvəldə rast gələ bilərsən. O birisi cədvəldə yoxdur. Və ya birin çoxu o demək ki, birin, məsələn, 3 yerə bölünür, çoxu olaraq əlaqələndirə bilər. Bunun da əsasən burada yox, burada yox. Digər ixtisas seçimi cədvəllərindən çox rast gələ bilərik ki, məsələn, bir tələbə məsəl üçün ixtisas seçimində bir neçə universitet seçə bilər, düzdürmü? Hə? Onda bu birin çoxa sayılır da elə bil ki. Və yaxud da yoldaşlar, bir tələbə bir yerdə seçə bilər ixtisas seçimində. Onda bu birin birə sayılır. Məsələn, elə tələbə var ki, yığıb 92 bal deyir ki, məsələn, mən sırf bu yeri istəyirəm. Aydın oldu. Yəni, ona görə birin birə əlaqəsi, birin çoxa bu tipli əlaqələri nəzərə ala bilərik. Sonra, şəbəkə strukturu. Şəbəkə strukturunda belədir. Bu da iyerarxik modellər kimi verilənlərin təsvirinə əsaslanır. Burada bunun mürəkkəbliyi və baha başa gəlməsi bu modelin çatışmazlığı hesab olunur. Və şəbəkə modelində də belədir. İndi burada məsələn əlaqələr biraz qarışıqdır. Buradan bura əlaqə var, buradan bura əlaqə var, buradan bura, buradan bura. Yəni qarışıq formadadır. Məsələn ağacvarda belə deyildi. Ağacvarda biri digərinin tərkibində idi. Bu belə. Sonra obyekt yönlü model haqqında bir şəkil falan yoxdur. Elə sadəcə nəzəriyyat da saxlayacaqsınız. İki modeli relyesiya və şəbəkə modellərini özündə birləşdirir. Daha mürəkkəb strukturlu verilənlər bazasının qurulması üçün istifadə olunur. Bir də gəldik əsas relyesiya modeli. Relyesiya modelin əsasını nisbət, riyazi anlayışı təşkil edir. Nisbət nədir? Nisbət insan üçün adi olan iki ölçülü cədvəl formasını təsvir etməkdir. Yəni yoldaşlar, nisbət iki ölçülü cədvəldir. İki ölçülü cədvəl də bilirsiniz hansıdır? Yəni bildiyimiz də, məsələn, belə tipli bir cədvəldir bu. Aydın oldu. İki ölçülü cədvəl bildiyimiz adi cədvəldir. Verilənlər bazasının relyesiya modelinin daha doğrusu üstün cəhətləri var. Sadəliyi, proqram reallaşdırılmasının asanlığı, verilənlər üzərində riyazi və məntiqi əməliyyatların aparılması, istənilən tip sorğuya cavabı təmin edən çevik verilənlər bazası sisteminin qurulmasının mümkünlüyü. Bunlar buna aid olan mühüm bir cəhətlərdir ki, onları da öyrənmək lazımdır. Gəldiyi verilənlərin relyesiya modeli haqqında əsaslı olaraq məlumat verək. Görək burada nələr var. Müəllim, bir söz soruşa bilərəm. Bəli. Aksesdən ancaq nəzərə düşür bir qrafiki. Yox, hesab şey də var. Ən doğru tipli suallar da var. Kəsişmə, birləşmə olaraq. Onlar növbət dərs deyəcək. Hələ ki, bu gün nəzər olaraq deyirik. Akses 2 dərs olacaq müəllim. Bəli. Tamam. Dedim axı bəs bayaq girişdə. Deməli, nisbət anlayışı var. Nisbət nədir? Cədvəlin özü. Bunu həm də fail deyirik. Məsələn, deyə buradaydı bu. Nümunə verilib. Nisbət cədvəlin özüdür. Bunu həm də fail. Mən də burada bir neçə adlar var. Biraz belə deyək də, bir neçə eyni bir şeyin bir neçə adları verilib ki, onların hamısını öyrənmək lazımdır. Nisbətin sistemi, nisbətin adı və atributların siyahısıdır. Nisbətin adı bizə görə nə idi? Tələbələrin nisbəti. İndi atributu da deyəcəyik burada təbii ki. İnformasiya obyekti nədir? Real obyektin, prosesin və ya hadisənin informasiya təsviri. Kortej, cədvəlin sətri. Buna həm də yazı deyilir. Cədvəlin sətri kortejdir. Buna həm də yazı deyilir. Sətr nə deməkdir? Yəni bildiyimiz cədvəlin sətridir. Növbəti atribut, rekvizit deyilir. Cədvəlin sütun başlığıdır. Yadda saxlayın. Rekvizit real obyektin kəmiyyət və keyfiyyət xarakteristikası hesab olunur. Domen cədvəlin sütunudur. Buna həm də sahə deyirlər. Bu adların hamısını öyrənməlisiniz daha. Sahə nədir, domen nədir, kortej nədir, yazı nədir? Bunların hamısı öyrənilməlidir. Hamısı. Elə veriblər də, elə qeyd olunub. Yeni yoldaşlar, burada belə bir cədvəl vermişik. İndi, məsələn, maraqlıdır ki, bu cədvəl
neçə sahə və neçə sütundan ibarət. Yəni yazı daha doğrusu. Neçə yazı və neçə sahədən. Atribut nə idi? Cədvəlin sütun başlığı, yəni iş nömrəsi, soyadı, ata adı, universitet, məntiq, informatika, xarici dil. Bunlar atribut sayılır. Aydındır? Bunlar atribut sayılır. Amma bunlar atribut sayıldığı kimi. Deməli, bu yazı nədir bəs? Yazı budur, sətr. Məsələn, bu Əliyev, NC, kimsə budur. Sonra Hacıyeva, SA, nə bilim, Əhmədova, PT, Tağıyev, RM. Bunlar yazılar sayılır. Aydın oldu. Deməli, bu cədvəldə 4 dənə yazı var. 1, 2, 3, 4. 4 yazı. Sahə isə bunlardır. İş nömrəsi, soyadı, ata adı, universitet, məntiq, informatika, xarici dil. Deməli, 6 sahə, 4 yazı var. Atributu saymırsınız, ha? Atributu qətiyyən saymırsınız. Aydın oldu. Atributu saymırsınız. Atribut ayrıdır da, yəni onu yazıya qatmırsınız və ya sahəyə qatmırsınız. Atribut cədvəlin sütun başlığıdır sadəcə. Sahə sütunlar oldu. Yazı isə sətr oldu. Və bu cədvəl 6 sahə, 4 yazıdan ibarətdir. İndi dediklərimizlə bağlı testdə suallara da baxacağıq. Nələ ki, bunları deyək. Açar bir və ya bir neçə atribut. Atribut bildiniz də cədvəlin sütun başlığı idi. Verilənin tipi nə deməkdir? Domendəki elementlərin qiymətlərinin tipidir. Domendəki element nə ola bilər yoldaşlar? Domen nə idi? Sütunlar, düzdürmü? Bunların içindəki element nədir? Yazılardır, nə olacaq başqa? Bu yazıların elementləri nədir bəs? Əgər məsəl üçün sırf mətn tipli nəsə yazılırsa, adətən belə yerlərdə text seçilir. Yox, ədəd tipli nəsə yazılırsa, number seçilir. Number. Əgər vaxt tarixlə bağlı nəsə olsaydı, məsələn, date time olacaqdı. Bildiniz? Əgər məsələn pulla bağlı nəsə olsaydı, currency olacaqdı. Bu Excel-də var idi, yadınızdadır. Bu bunlardır, eyni şeylər. Excel-in isə burada da elədir. Yəni konkret. Cədvələ nə yazırsansa, onların hamısının tipi olmalıdır. Data type deyirik biz bunlara. Data type'ları olmalıdır mütləq şəkildə. Növbəti, nisbətin gücü kortejlərin sayıdır. Yəni kortej nə oldu? Sətirlər. Nisbətin qüvvəti isə domenlərin, yəni sahələrin sayı oldu. Yadda saxlayaq. Predmet sahəsi anlayışı var. Var yoldaşlar, nəzər olaraq yadda saxlayacaqsınız. Bunların bir açıqlama olaraq burada isə yoxdur. İnformasiya məntiq belə bir anlayışlar var. Əsas lazım olan hissələri mən sizə burada qeyd elədim, dedim. İndi gəldik, burada görək nə anlayışları var. Nisbətin açarı və ya əsas açar. Ümumiyyətlə, açar iki yerə bölünür. Primary key, yəni əsas açar, bir də xarici açar var. Foreign key. Bax, yenə deyirəm, açar iki yerə bölünür. Əsas və xarici. Bunların fərqi nədir? Əsas açar hər bir korteji bir mənalı təyin edən atributdur. Məsələn, tələbələr nisbətində əsas açar kimi iş nömrəsi atributundan istifadə olunur. O biz siz niyə elədik yoldaşlar? Çünki açar odur ki, açar budur ki, bu açarda olan məzmunlar, bir də açar sahə deyilən anlayış vardır. İndi o qabaqda yazılıb göstərəcəm sizə. Əgər biz iş nömrəsini açar təyin ediriksə, bu hər hansısa bir iş nömrəsi ikinci dəfə təkrarlana bilməz. Yəni, açar sahədə olan məlumat təkrarlanmır. Çünki ad soya təkrarlana bilər. Məsələn, universitet təkrarlana bilər, məntiq balı təkrarlana bilər, informatika balı təkrarlana bilər, xarici dil balı təkrarlana bilər. Amma iş nömrəsi heç vaxt təkrarlanmır. Çünki o bir dəfə təyin olunur. Onu yadda saxlayın. ID kod sayılır da bu. Ona görə açar yəni bu deməkdir, təkrarlanmır. Xarici açar isə nisbətlər arasında əlaqələr yaradır. Yəni cədvəllər arasında. İndi cədvəllər arasında əlaqələrlə bağlı məlumat var. İndi gəlib onları deyib, onunla bağlı suallar göstərəcəm sizə. Realyasiya verilənlər bazasının struktur elementləri var. Bunlar fayl, sahə və yazıdır. Yenə deyirəm, bunun özü qəbul sualıdır. İmeni bu cümlənin özü qəbul sualıdır. Realyasiya verilənlər bazasının struktur elementləri fayl, sahə və yazılardır. İndi, yəni fayl nə oldu? Cədvəlin özü. Sahə nə oldu? Sütunu. Yazı isə sətir oldu. Aydın oldu.
Gəldi yoldaşlar nəyə? Əlaqəli cədvəllər var burada. Əlaqəli cədvəl nədir? Bu bizim üçün vacibdir. Görəcəyiz. Asan bir şeydir. Əslində sadə verilənlər bazası yox, sadəcə cədvəl olan bir anlayışlar var. Deməli, əlaqəli cədvəl odur ki, şəkillər aşağıda verilib, aşağıda bir şəkildə var. Məsələn, universitet adlı cədvəl verilib, verilənlər bazası. Bir-birini əlaqələndirilmiş 3 cədvəl təsvir olunub. Bu cədvələ əsasən istənilən tələbənin, ki, tələbələr aşağıdakı cədvəldədir, hansı qiyməti aldığını müəyyənləşdirmək mümkündür. Hətta hansı qiyməti hansı fəndən aldığı mümkündür. Bunlar necə müəyyənləşdirir bu əlaqəli cədvəlləri? Əlaqəli cədvəlləri müəyyənləşdirmək üçün yalnız ID kodlardan istifadə edə bilərsiniz. Aydın oldu. ID kodlardan. Çünki dediyim kimi ad təkrarlana bilər, soyad təkrarlana bilər, ballar təkrarlana bilər. Aydın oldu yoldaşlar. Məsələn, mən tutaq ki, istənilən bir tələbə seçirəm buradan aşağıdan. Məsələn, olsun Məmmədli Yusif. Belə bir tələbədir. İndi bu tələbənin kodu neçədir? Burada tələbə kodu var. 1736. Düzdür yoldaşlar. Bu tələbə kodunu aparıb yuxarıdakı tələbə kodunu yerinə qoyuram. 1736. Yəni bunlar eyni adamlar da, eyni şeydir. Sadəcə ID kodları ilə 3 dənə cədvələ bölüblər də. Deməli bu Məmmədli Yusif tələbənin balı da bunun sağındadır. 78 bal yığıb. Amma maraqlıdır. Hansı fənlə yığıb? Bunun fənnin kodu nədir tələbənin? Qarşısındakı koddur. 611. Fənnin kodu 611. Hansı fəndir? 611. KDFN. Aydın oldu. Ya belə bir fəndir. 78 bal yığıb. Belə. Məmmədli Yusuf. Yəni, əlaqəli cədvəl budur. Aydın oldu. Əlaqəli cədvəl budur. Bir-birindən əlaqələndirilmiş cədvəl. Sadəcə yerinə qoyub tapırsınız. İndi yoldaşlar, bununla bağlı suallar var. Həm bununla bağlı, həm də indiyə qədər elə bir ki, başdan indiyə qədər izah elədiklərim yerlərlə bağlı bir neçə suallara baxacağıq. Bir dənə bunlar da deyək. Bura qədər dəqiqə. Qocurmara qədərdir. Bura qədər. Bunlar deyək. Ondan sonra suallara baxaq. Relyasiya modelində nisbətin üzərində müəyyən tələblər qoyulur. Hər hansısa bir cədvəlin nisbət hesab olunması üçün tələblər ödənməlidir. Cədvəlin hər bir elementi bir verilən elementidir. Bunu bayaq mən sizə izah edim. Yəni, sən cədvəldə nə yazırsansa, konkret onların data type'ları, verilən tipləri seçilməlidir. Dedik ki, text, number, date, time və s. Cədvəlin ixtiyari sütunun bütün elementləri həmcinsdir. Sütundakı bütün elementlərin tipləri və uzunluqları eynidir. Hər bir sahənin unikal adı var. Unikal o demək, yəni təkrarı olmayan. Yəni bir dəfə yazılır. Cədvəldə 2 eyni sətir ola bilməz. O bildiniz də nəyə görə fərqləndir? Ola bilər ki, 2 tələbənin bütün məlumatı eynidir. Amma nəyə görə fərqləndirə bilərlər? Fin kodları və ya ID kodlarına görə. İş nömrəsinə görə də. Bəli, iş nömrəsinə görə. Sətir və sütunlar ixtiyari ardıcıllıqla yerləşə bilər. Cədvəldə təkrarlanan sütunlar ola bilməz. Fikir versinizsə, burada təkrarlayıcı yəni yoxdur da demək olar. Yəni yazılan bir məlumat bir dəfə yazılır. Düzdür, eyni bir kimlərinsə məlumatları təkrarlana bilər. Amma nəyəsə görə fərqlənir. Nəyəsə görə fərqlənir. Bunlar belə. Ya bu tələbləri mütləqədə saxlamalıyıq. Bu da vacib bir məsələdir. Və yoldaşlar, nisbətlər üzərinə əməliyyatları aparmaq 2 qrupa ayrılır. Bir, çoxluqlar üzərinə əməllər var burada aparılan əməliyyatlar. Bir də nisbətlər üzərinə aparılan xüsusi əməliyyatlar var. Çoxluqlar üzərində birləşmə, kəsişmə, fərq, dekart hasıl olaraq ayrılıb. Amma xüsusi əməliyyatlara proyeksiya, birləşdirmə, seçmə. Bunlar sadəcə nəzəri formada yadda saxlayacaqsınız. Və nisbətlər üzərində əməliyyatların aparılması üçün 2 cür dildən istifadə olunur. Prosedur dillər. İndi buna bağlı bir qəbul sualı göstərəcəm sizə. Relyasiya cəbrinə əsaslanan. Buna D-based dili deyirik. Bir də qeyri-prosedur dil. Relyasiya hesablamalarına əsaslanan SQL dili. Və də SQL, yəqin ki, aranızda bəlkələr keçən yəni bilənlər olar. Çünki ən çox bu, yəni müxtəlif iş yerlərinə demək olar ki, istifadə olunur. Hansı ki, database-lərlə işləyənlər lazım olur da. Axtarış aparmaq və s. kimi əməliyyatları yerinə yetirir. Yəqin bilərsiniz.
Bu belə. Növbəti yoldaşlar, burada bunları dedik. Unikal hasar sahələri bəyəm mən dedim sizə, unikal sahə elə bir sahədir ki, məzmun təkrarlanmır. Bildiniz də yoldaşlar. Yəni ən azı nəyəsə görə fərqlənməlidir. Bir də yoldaşlar, təbii ki, verilənlər bazasını işləmək üçün bizə nə lazım dedik? VBIS proqramlar. Bunlar da ki, burada qeyd olunur. Düzdür, burada da var. Yadınızdadsa, fəsil 4-də də vardı proqramlar. Yəni eyni şeydir də. Ya buradan öyrənin, ya oradan. Fərqi yoxdur. Axır ki, proqramların adlarını yadda saxlamaq lazımdır. Cədvəllər arasında əlaqələrdə dedik bəzilərini demək olar ki. İndi testdə suallara baxaq. Bu dediyimlə bağlı hansı ki, çünki bəzi məqamları biz dedik demək olar ki, verilənlər bazasına bağlı bir neçə suallara baxmaq lazımdır artıq. Deməli, məsələn, bu 39-cu sual. Bizə deyir ki, akses cədvəlində neçə yazı var? İndi cavab nə olacaq burada? Hə, yoldaşlar. 8. Bəli. Çünki ancaq bunlardır. Elə yazı deyəndə, yəni orada olan məlumat şeylərdir, birliklər. Və yaxşı, neçə sahə desən olacaqdı? Sahə desə, bu yazıdır. Sahə desə nə olacaqdı yoldaşlar? Yox, heç yox. 4 deyə sahə var orada. Bəli, 4 dənə sahə var. Yoldaşlar, burada şey də sayırsınız, sıra nömrəsini də sayırsınız. Sıra nömrəsi, ad, soyad, universitet. Burada 4 dənə sahə var. Bildiniz? Yazı müəllim ada görə təyin olunur da. Yəni neçə dənə ad varsa, o qədər yazı var deməkdir. Hə, ay sağ ol. Düz deyirsən. Ada görə deyəndə, yəni burada yazılanlara görə də, bu cədvələ görə bəli. Sonra yoldaşlar, bu VBIS, məsələn, 45-ci sual. VBIS verilənlər bazasına aid olan proqramlara aid deyil də deyir. VBIS proqram deyil. Yadda saxlayın, Paradox, Airbase, FoxPro, DBase var. Amma VBase yoxdur. Bax, buradaydı o proqramlar, indi dedik. Bax, Airbase var. Paradox var, DBase var. Foxbase, FoxPro var. Amma VBase yoxdur. Yaxşı mı? Variantı ona görə səhv oldu. Bu 44-cü sualın cavabı nə olacaq? 44. Deyər hansı modeldir bu? İnfoloji olar. Yo, elə şeydir də, relyasiya. Ay yoldaşlar, Eyvallah. relyasiyadır elə. Bu da bu, cədvəl. Cədvəl relyasiyadır. Hə, Konkret. bildim. Mən də infoloji deyilən bir şey demədik ya biz. Yəni o Mən şey dərsə olaraq gec demədik. qoşuldum müəllim, ona görə Şəbəkə modelləri, aha. dedim yəqin məlumat xarakteridir ona görə. Yo, yo. Dolayısıyla bu 42-dən nə olar sizcə? Ağacvari modelin çatışmazlığı nə ola bilər? Ya məntiqlə düşünürsən. C olar. Bir istiqamətlə əlaqə. Bəli, çünki yalnız bir-birincisini gedirdi ona görə. Bildiniz? Bir istiqamətli əlaqə. Çünki yoldaşlar yalnız bir-birinin daxilində gedir. Sağa sola dönmür axı, çünki gedə başqa bir yerə. Bəs yaxşı, 41-ə nə misal göstərə bilərik? Ağacvari modelə sizcə? Hə? B ya da D deyirəm müəllim mən. Yəqin ki, B olur. Fayllar kataloqu B variantı olar. 100%. Yadınıza düşdü hansıdır? Failin tam adı, tam yolu var idi. Bəli, bəli, Bir-birinin o da üstünə yaxşı. gedir də. Kataloqu, alt kataloqu necə belə. Bəli, bir-birinin tərkibində gedir də. Onlar da yoldaşlar. Bəli. Sonra
34-cü sual. Reləsiya modelinin ən mühüm elementi nə oldu? Nisbət. Bəli, yəni cədvəlin özü. Bax, gördünüz, bəzi şeyləri bildiniz. İndi burada and or tipli suallar var. Onlar da inşallah keçənə deyəcəyik. İndi elə şey var, elə Birləşmə, keçən. kəsişmə falan o Hə, tipli onlar şeylər. asandır. Ha. Elə ən asanı da odur onsuz da. Yaxşı, davam eləyək. Bu mövzu elə çox deyil yoldaşlar. İndi bir 15 dəqiqə falan bitirəcəyik hardasa. Gəldik 10.2-də. Burada nədir məsələ? Access 2019-da verilənlər bazasının təşkili. Belə yoldaşlar, burada verilənlər bazasının obyektlərindən danışacağıq. Əslində burada nəzəri olaraq biləcəksiniz. Mən növbət dərs bunu sizə praktik olaraq göstərəcəm. Verilənlər bazasının əsasını təşkil edən obyekt cədvəldir. Yadda saxlayın. Cədvəllər access verilənlər bazasının əsas obyekti sayılır. İndi yoldaşlar, onu gəlin belə eləyək. Gəlin belə eləyək. Mən bir dənə access proqramasım. Elə orada görəcəksiniz. Axtarışda access ya çıxır ya da ki ACC, yəni yazsaz gəlir. Əgər proqram varsa kompüterdə. Access də gəlin görə necə açılır. Görə bu Word-dən, Excel-dən, PowerPoint-dən fərqi nədir bunun? Blank database eləyirəm. Belə bir formada açılır. Yadda saxlayın. Burada görsənir. File name, failin adı. Access proqramı ilk dəfə açanda database 1 kimi açır. Və failin uzantısı ACCDB, Access Database. Bu qayda görünür. Burada yoldaşlar, failin adını dəyişə bilərsiniz. Ki, məsələn, database 1 olmasın. Tutarıq. Aydın oldu. Hər hansısa başqa. İndi failin adını dəyişsəz, artıq, məsələn, fail olaraq gələcək elə bir ki, bildiniz. Ya da yerini də dəyişə bilərsiniz burada. Burada qovluq işarəsi var, sağda görürsünüz, qovluq. Bunun üzərinə vurub yerini dəyişmək olar ki, harada save olunsun. İndi mən adını da dəyişəcəm, yerini də dəyişəcəm. Məsələn, database-in deməli adını yazıram. Yarpaq dolması. Yaxşı, yerini də dəyişək. Burada heç olmasa əmin deməlim bunu. Yox, qulaq asın, indi maraqlı şeylər görəcəksiniz. Yarpaq dolması 1. Adı belə getdi və okey. İndi create eləyirəm. Create nə demək? Yarat. Açıram yəni. Ay yoldaşlar, access belə açılır. Fikir verirsiniz. Bir dənə normal göstərim. Access belə açılır. Access açılan kimi, indi yuxarıda tabları demirəm, dollar heç. Burada nə görsənir bu orta hissədə, əsas işçi sahədə? Table 1 yazıb, görürsünüz. Deməli, belə çıxır ki, buradan görsənir ki, access'in əsas obyekti table, yəni cədvəldir. Çünki ilk dəfə açanda bir dənə table olur. Table 1. Sonradan yarada bilərsiniz ha, table. O necə yaradır? Boş sahə table 1 adlanırdı onda. Ha, boş sahə. Amma bir şey var ha. İndi bunun məsələn Excel-dən fərqi nədir? Burada cədvəl yoxdur. Cədvəl burada yoxdur ha, yoldaşlar. Cədvəlin strukturunu burada özümüz qururuq. Yəni burada bir dənə sadəcə ID sütunu var. O da ki, elə belə yazılıb. Başqa heç nə yoxdur. Yəni burada kanallar yoxdur, elə bir ki. Digər, məsələn, ortada bir yerdə mən heç nə yaza bilmirəm. Amma Excel necə idi? Məsələn, Excel açıram. Excel-lə bunun fərqini demək istəyirəm sizə. Bir dənə Excel açsın. Excel-də sən harada nə gəldi yazırsan. Cədvəlin strukturu var konkret. Bildiniz? Burada cədvəlin strukturu yoxdur. O cədvəlin strukturunu biz burada özümüz quracağıq hələ. Ki, bundan inşallah növbət dərs eləyəcəyik. Yəni, o bizim bugünkü dərsə aid deyil. Növbət dərs eləyəcəyik o strukturu yaratmağı. Bildiniz yoldaşlar. Belə. Burada da xanalara ad vermək olur, hə? Yox, burada heç xana anlayışı yoxdur ümumiyyətlə. Burada sütun sətir anlayışı var. O da ki, yazı sahə anlayışı var. Burada xana anlayışı yoxdur. O xana anlayışı deyil, o sütun anlayışı ola bilər. Yəni, ID-in demək istəyirsiniz. ID yerinə bəli, iş nömrəsi yaza bilərəm, məsəl üçün. O da sahə sayılır. Burada xana anlayışı yoxdur. Cədvəlin adını dəyişə bilərsiniz. Bəli, Table o 1 ID-ni olmasın. deyirdim, bir də o kənarda ulduz olan Hə, deyirdim. table 1-in də adını dəyişə bilərsiniz. ID-in də adını dəyişə bilərsiniz. Hər ikisinin adını dəyişmək olar. Amma xana anlayışı sayılmır. Table cədvəlin adıdır, ID də sütundur, sahədir. İndi create tabına gələm, create. Create nə demək? Yaratmaq. Buradan cədvəl yenə yarada bilərəm. Table-a vururam. Table 1, table 2. Hamısı belə gəlir yoldaşlar. Yəni bunların heç birində hazır cədvəl yoxdur. Cədvəlin strukturunu biz özümüz yaradırıq sadəcə. Özümüz qururuq. Bir də məsələn bazada nə qədər cədvəl aça bilərik? Yadda saxlayın, bazada
bazada 2048 dənə cədvəl açmaq olar. Və hər bir cədvəlin ölçüsü 2 GB-ı keçməməlidir. Eyni zamanda cədvəlin və sahələrin adının uzunluğu 64 simvoldan ibarət olmalıdır. 64-ü keçə bilməz. Yəni sən cədvəlin adına nə yazırsansa yaz və ya sahənin adına nə yazırsansa yaz, 64-ü keçməməlidir. İndi müəyyən məhdudiyyətlər var da, belə deyək. Həm ad uzunluğuna görə, həm yenə müxtəlif işarələr var ki, onlar ola bilməz. İndi onlar deyəcəyik. Qabaqda. Aydın oldu. Sağ düymə close edib bağladım. Sonra yoldaşlar, burada 2 dənə görünüş rejimi var. Məsələn, digər proqramlarda da var da görünüş rejimləri. Burada view hissəsindədir bax. View-da vururam bu hissədə. Datasheet, bir də design view. Datasheet əməli rejim sayılır. Design view isə konstruktor rejimi sayılır. Bax, biz cədvəlin strukturunu design view rejimində quracağıq. İndi bunu növbəti dərs görəcəksiniz inşallah. Datasheetdə isə cədvəlin içini dolduracağıq. Yəni, təbii ki, strukturu qurandan sonra onun içərisində yazıları yazacağıq. Bu görünüş rejimləri həm də bilirsiniz də harada olur. Aşağıda. Məlum məsələdə digər proqramlarda olduğu kimi yoldaşlar. Aşağıda burada da var. Deyək, sağda. 2 dənə rejimdir. Vəziyyət sətrində sağda. Datasheet, design. Üzərinə gələn kimi yazılır demək olar ki. Buradan görmək olar. Bu belə. Yəni cədvəllərlə bağlı məlumat verdik. Queries var, sorğular. Elə sorğular da buradaydı bax. Cədvəllər create tabında. Queries, sorğular. Bunları gələn dəfə deyəcəyik. Çünki cədvəl, yadda saxlayın. Cədvəlin içində yazı olmalıdır ki, biz sorğu keçirə bilək də yoldaşlar. Sorğu da bilirsiniz nədir? O enddir, ordur. Bunlarla bağlı olan suallardır. Amma siz təbii ki, nəzəri olaraq öyrənəcəksiniz. Yalnız müəyyən şərtlərə uyğun olan və müəyyən məsələlərin həlli üçün lazım olan vacib informasiyaları verilənlər bazasından seçməyə imkan verir. Yəni, sorğu seçim əsasını yaranır. Yadda saxlayaq. Formalar. Forma nə edir? Cədvəllərə məlumatın daxil edilməsini və onlara baxmağı təmin edir. Konkret. Yoldaşlar, burada ehtiyac yoxdur bunların arasını oxumağa. Elə bu dediklərimi bilsəz bəs. Reports, hesabat. Hesabat çap edir. Burada redaktör aparmaq olmaz. Page, səhifələr. İnternet və lokal şəbəkə vasitəsilə işləməyə imkan yaradır. Yəni, internet üzərindən belə deyək. Makros. Makros nə edirdi? Avtomatlaşdırırdı. Yadınızdasa bu Word-də Excel-ləri vardı. Və modul verilənlər bazasını sazlamaq, tərtib etmək üçün istifadə olunur. Yadda saxlayın ki, modullar Visual Basic dilində yazılmış proqramlardan ibarətdir. VB. Bu da düşə bilər. Testlərdə var sual kimi. Visual Basic. Nələ ki, nəzəri olaraq biləcəksiniz. Düzdür, mən praktiki göstərəcəm sizə. Amma onsa yenə də nəzəri olaraq biləcəksiniz. Niyə? Çünki testdə nəzəri düşür sual olaraq. Məsələn, nümunə göstərək burada. Bax, məsəl üçün, baxın. Məsələn, 17-ci sual. Bizə deyir, sorğu nə üçündür? Sorğu, axtarış və emal. C variantı. Məsələn, A variantı saxlanma nə ola bilər? Cədvəl. Çünki cədvəldə saxlanılır da məlumat. Daxil etmək, baxmaq nə ola bilər? Baxış keçirmək. Forma. Sonra, çap etmək hesabata aiddir. Açar sözlərə görə yadda saxlayın. Avtomatik yerinə yetirmə makrosu aiddir. Bildiniz yoldaşlar. Yəni, konkret suallar belə düşür, yəni düşsə belə düşəcək. Çünki bunun başqa cür salma ehtimalları yoxdur demək olar ki. Növbəti bunlar dedik bəyək. Bunları bəzilərini dedik. Cədvələ və sahənin uzunluğu 64 simvol olacaq. Sonra cədvəldə 255-ə qədər sahə ola bilər, yəni sütun da. Sahənin xüsusiyyətinin qiymətinə 255-ə qədər simvol ola bilər. Memo və OLE sahələrindən başqa bir yazıda 4000-ə qədər simvol ola bilər. Düzdür, bu memodur, OLE'dir. Bunları növbətdə istəyəcəyik biz. Yenə də nəzəri olaraq burada yada saxlayacaqsınız. Bazada 2048 cədvəl bunu dedik və cədvəllərin ölçüsü 2 GB bunu da dedik. Hətta bu ikisini də dedik yoldaşlar burada. Dizayndan əməli rejim. Yəni konstruktor rejimdən əməli olsaydı datasheet rejimi. Dizayn rejimində deməli cədvəlin strukturu təyin olunur, əsasən cədvəlin strukturu qurulur. Amma əməli rejimdə isə cədvəl məlumatlarla doldurulur və ya dəyişiklik aparılır. Yadda saxlayaq bunlarda.
Bir dənə burada yoldaşlar nə qaldı? Verilənlər bazasının dataloji layihələndirməsi 3 mərhələdən ibarətdir. Bunu nəzərə olaraq yadda saxlayacaqsınız. VBC-nin seçilməsi, məntiqi layihələndirmə, fiziki layihələndirmə. Və növbəti gəldim nəyə? Deməli, burada nə qeyd olunub? Başqa. Gəldim 10.3-ə. Və Access-in proqram pəncərəsi və ona... Düzdür, proqram pəncərəsi mən sizə göstərdim yoldaşlar. De bu hissəydi. Buranı dedik. Hətta database bir kimi açsıq, buranı da açsıq. Buna göstərdim sizə yadınızdadırsa. Table falan. Burada bir dənə nə gəlir əsas? Vəziyyət sətri falan bunları dedik. Lent tabları. Burada lent tabları var da yoldaşlar. Home, create, external data, database tools. Ya bunlar tablar sayılır. Alət tabları da var ki. Mesela fields, table'da. Bunlar alət tabları sayılır burada. Burada yoldaşlar lent tablarına gəlirik. Amma gəlin görə lent tabları necədir burada. Yəni indi sizə maraqlıdır ki, lent tabları görəsən əvvəlki proqramlarda olduğu kimi bir-bir mi izah edəcəyik içərisindəki komandaları. Yox, burada elə deyil. Burada elə deyil. Hətta mən sizə deyərdim ki, heç burada lent tablarına bağlı sual düşmə ehtimalı yoxdur. Həqiqətən də. Bax, məsələn, birinci nə gəlir? De, burada başlayır. Home tabı, Ribbon interfeysinin home lent tabındakı əmrləri nəzərə yetirək. Məsələn, home tabını verib şəklini. İndi bax, yoldaşlar, məlumatlar belədir. Views nədir? Bazı obyektlərinin görünüş rejimini dəyişdirir. Və dedik ki, 2 dənə rejim var, datasheet, design. Bu qədər. Sonra clip var, hansıdır? İkinci, lent qrupu. Mübadilə buferi ilə işi təmin edir. Yəni, lent qrupunu verib, konkret deyir ki, bu lent qrupuna nə edə bilərik? Yəni, burada komandalar bir-bir izah olmayıb. Bildiniz nə demək istəyirəm? Sonra sort filter, lent qrupu. Burada nə edə bilərik? Elə adı üzərində sıralama apara bilərik, süzgəcdən keçirə bilərik məlumat. Records, yazılar yarada bilərik, yeniləyə bilərik, saxlaya bilərik, silə bilərik. Find, lent qrupu. Axtarış, əvəz etmə, bunu yəqin ki, bilirsiniz. Text formatting isə formatı dəyişə bilərik. Yəni, verilənlərin mətn formatını dəyişirik. Hansı ki, rəngdir, nə bilim, ölçüdür, şrift ölçüdür və s. Yəni, home tabı bu qədər. Bildiniz necə? Sonra, növbəti create tabı. Create tabında yoldaşlar, verilənlər bazasının o şeyləri idi, yəqin ki, gördünüz. İndi, birinci template'dir, şablonlar. Şablon bilirsiniz nədir? Hazır sənədlər. Burada da var da. Burada da var, bir neçə. Aydın oldu, aşağıda qeyd olunub hətta hazırları. Hazır sənədlər var burada. Şablon müxtəlif şablon formatlarını tətbiq edir. Qalanları, cədvəl nə üçün oldu? Bazada cədvəl obyektinin yaradılması. Sorğu yaradırıq. Forma yaradılır. Cədvəllər və sorğu. Forma necə yaranır? Cədvəl və ya sorğu əsasında yaranır. Hesabat, yenə cədvəl və sorğu əsasında yaradılır. Makros isə makros və ya modullar yaradılır. Yəni, bu qədər. Məsələn, bu da oldu create tabı. Lent tabı. Məsələn, növbəti external data. Burada ümumiyyətlə 2 dənə lent qrupu var. Import, bir də export. Import odur ki, yoldaşlar, bazaya verilənlərin Excel faylindən, Access proqramının digər faylindən və ya digər fayllardan daxil edilməsi. Məsələn, elə bil ki, bu bir sizdən yaxşıyır. Məsələn, tutaq ki, Access-də sən Excel-dən bir faylı gətirib burada açırsan. Bildiniz. Amma exportda əksi nədir? Məsələn, tutaq ki, Excel-də hər hansısa verilənlər bazası faylını açırsan. Bildiniz necə? Bir-birinin tərsidir. Bir proqramla digər proqramı aça bilərik. Bu mənada. Və sonuncu database toolsu. Bura aid olanda nə deyirlər? Tools qrupu var burada. Lent qrupu. Verilənlər bazasının yığcam və bərpa olunmasını təmin edir. Makros var. Makrosu yaradır. Məlum məsələdir. Avtomatlaşdırma əməliyyatlarını icra edir. Relationships, əlaqələr yaradır cədvəllər arasında. Bu siz hansıdır? Əlaqələr, bayaq o şey göstərdiyə sizə dediyi hansısa tələbə neçə bal yığıb, hansısa fəndən. Cədvəllər arasında əlaqə əsasən burada göstərilir. Sonra analiz tabı var. Lent qrupu. Analiz nə ola bilər? Verilənlərin analizini təmin edir sadəcə. Move data isə yer dəyişmədir. Move data, verilənlərin yerini dəyişməsi. Yəni, verilənlər bazasının müəyyən hissəsini və ya bütövlükdə bazanın yerini, yaxud Microsoft SQL server verilənlər bazasının yerini dəyişdirilməsi, eləcə də birinci hissədə verilənlər bazasının cədvəl, ikinci hissədə isə sorğu və formaların
yerləşən hissələrə bölünməsini təmin edir. Yəni belə deyək də, yer dəyişməni əsas yerinə yetirir, hansı ki, digər proqramlara və s. Bu da belə. Yəni bu da oldu database tools. Əsas bura qədər. Başqa yollar. Bu da oldu 10.3. Biz bu gün bura qədər keçirik. Qalanları gələn dəfə deyəcəyik. Yəni 10.4, 10.5 və 6 bunlar növbət dərsi. Növbət dərsə hardasa praktiki hissələri göstərəcəyik. Bu gün düzdür, biraz əzbərsiz hissələr idi. Amma növbət dərsdə praktiki hissələri göstərib məlumat verəcəyik. İndi Excel'dən sualları yazın baxın. Ya bunlar bu qədər. Yazın Excel'dən sualları. Cəld və sürətli. Müəllim, Bəli. mən sizə şəxsdən sual atmışdım. Əvvəlcə ona baxa bilərik. 3 dənə sual idi, mümkünsə. Ona sual idi, yadımdan çıxdı. Sınaq sualları idi mənim. 2 dənə misal idi. Deməli kim idi? Artıq deyəm. Samir. Samir Cavadov. Gözlə bir dənə. Ha, bu mənim hazırladığım sınaq idi deyəsən, yoxsa yox? Başqa sınaq idi yoxsa bu? 11 dəqiqə burada. O 3 dənə sualın biri nəzəriyyədir, onu bildiyin 40-cı sualı. Yoxsa yox? Bəli, onu bildim. Onun lap yerini göstərə bilərəm. Şeydən. Dərslikdə yerini göstərərəm orada da. Yox, bilirəm onun yerini. Sadəcə orada daşqınlıq olmuşdu, ona görə saxlamışdım. Ha, 10 yeri elə buradadır, bax, elə gəldim həmin hissəyə. Bizdə nə deyirdi orada? Servis panelində əsas funksiyalara aid olmayan. Burayla bağlı sual idi. Aydın oldu. Orada verilənlərin əməliyyat daş qrupundan silinməsi deyilən bir anlayış yoxdur burada. Bu bir. Amma digər suallara baxsaq, onlar hesablama idi. Say sistemini izah eləyərəm. Prosta alqoritm gələn. Görüm hansı sual idi, hansı sınav. Bu hansı sınavdan da? Hardandır bu suallar? Yadımdan çıxdı. İkisi axırıncı sınavdandır, son olaraq ümumi sınavdır. Biri də Nəysə, mən onları bir də burada tapa bilməm, yəni hansıdır, neçəncidir. Çünki onu bir də tapana qədər, görüm öz sınavımda deyil də o. Çünki ekrana versəm daha yaxşı olardı, hamı görərdi. Belə izah eləmək problem deyil, o. Onsuz yazıb izah eləyəcəm. Amma nəysə, tapa bilmədim, onu axtarana qədər. O birisləri yükləməmişəm deyə. Burada kənarda izah eləyim. Say sistemini deyəcəm, o asandır. Deməli, sual belədir ki, 19x 77x bərabərdir 90x. Mən də bunu onluğa çevirəcəyiz. İndeksdə x görürüz, onluğa getməli. Başqa şansı yoxdur. Onluğa çevir. İndi olacaq nə? 1 vur x üstü 1. 9 vur x üstü 0. 7 vur x üstü 1. 7 vur x üstü 0. Bərabərdir 9 vur x üstü 1. O birisinin aşağısı 0 olduğu üçün yazmıram, mənasızdır. Oldu x plus 9. Çünki x üstü 0 1 edir. Üstəcəl 7x üstəcəl 7 bərabərdir 9x-ə. Burada x 7x oldu 8x plus 16 bərabərdir 9x-ə. X bərabərdir 16-ya. Deməli. Tapdıq. Deməli bu 16-lıq sayı sistemidir. Yəni indeksdə olan x, yəni indeks, onsuz indeks nə deməkdir? Sayı sistemin əsasıdır. Deməli bu 16-lıqdır. Orada nə istəyirdi? Bir dənə baxım suala. Doğru olduğu sayı sistemində hansı oldu sayı sistemi 16-lıq? Ən böyük rəqəmlədir. Ən böyük rəqəmli FF-dir. Bunu da ikilik sayı sisteminə çevirmək istəyir. 16-lıq da ikiliyə çevirəndə, yəni FF-i 16-lıqdan ikiliyə çevirəndə biz demişdik ki, 8, 4, 2, 1 qaydasıdır. 1, 2, 4, 8. Bu qayda yazıram. İndi F nə deməkdir? 15. 15 elə bunların hamısının cəmidir. Ona görə 4-ü də 1 olacaq. Yəni hansı rəqəmlərdən ki istifadə edirəm, onları 1 yazıram. 4-ü də 1 isə burada da 1-dir. 8 dənə 1. A variantı olur orada testdə.
Sayı sistemi qarışıq deyil də, sadəcə vəziyyət odur ki, yaddan çıxartmısınız. Düz qarışıqlığı da var, elə çətinliyi də var. Ne bileyim, belə. Buna bildiğiniz yollar. Bəli, başa Bu belə növbəti bu sual qayıtım, sualı biraz şeydi, onu bir də buraya yazmaq istəmirəm əslində. Sən suala baxırsan oradan. Mənə bir izah söz edeyim. soruşa bilərəm? Tez. Nədir? Fərqli say sistemlərində olan riyazi əməlləri eyni onluq say sisteminə keçirdib hesablayıb sonra həmin cavaba keçirdirik say sistemi olaraq. Ən yaxşısı elə eləyin. Şey. Düzdür, başqa yollar var, prosta mən özüm izah eləmirəm. Elə Yox, ən mənim yaxşı başqa yola olaraq- ehtiyac yoxdur, elə o yaxşıdır. Elə onluğa çevirib əldə edin. Ən yaxşısı olur. Bunu sildim. Əslində ona bağlı bir də sizə izah atmışdım, değil mi? Məsələn, ikilik sayı sistemində olan bir şeyləri ancaq ikilikdə toplaya bilərsiniz. Onun üçün bir də onluğa çevirib təzədən ikiliyə çevirməyə ehtiyac yoxdur. Amma ki, elə onluğa çevirin. Ən yaxşısı odur. Yeni qulaq asın. Bu digər sualda Samir, deməli, bizə deyir ki, aşağıda nə verib? X-i mənfi 2 verib, yəqin ki, görürsən orada. Y-i 3 verib. Yazıb ki, əgər X kiçikdirsə Y-dən və burada S kimi baxacaqsan, and or söhbəti var. Və nə deməkdir? And-in qaydası var idi axı bəs orada. İndi mənfi 2 3-dən kiçikdir. Amma 3 0-dan kiçik deyil axı. And-də əgər bir dənə yanlış varsa Excel-dəki kimi, ona keçəcəksən else hissəsinə. Yəni əks halda. O hissəyə keçəcəksən birbaşa özdə. Yenə şərt verib X kiçikdir Y. Bu dəfə ordur. Və ya nə deməkdir? Or Y böyükdür 5. Orada bir dənə şərt ödəsə bəs eləyir. Bu ödədir, bəs eləyir. Sobrisini yoxlamasan da olar. Ödədiyinə görə yazıb ki, Y bərabərdir 2Y üstə gəl X. İndi Y neçədir? 3. 6 üstə mənfi 2 gələndə. 6 üstə mənfi 2 gələndə Y oldu 4. Y oldu 4. Bir də axırda şey deyirək sana. Deyir X vur Y hesabla. Ən axıra bax bir dənə orada. İndi Y 4. X də mənfi 2. Çünki X yeni qiymət almayıb. Amma yeni qiymət aldı. Y 4 oldu. Bu da elədir mənfi 8. Müəllim, olmaz ki, bu and or elə ingiliscə versin, biz də normal bunu başa düşək. İndi yazmır orada. Orada elə yazılmır. Çünki bu alqoritm deyə o yazılmır. Adətən proqramlaşdırmada yazılır o şeylər. Python'da və ya digərlərində. Aydındır mənim, çox sağ olun, çox təşəkkür ederim. Buyur. İndi Excel-ə sualları yazın görə ya yoldaşlar. Mən dedim yazın yazmadınız neysə. Hardan hara qədər idi? 100-dən 150-yə, 160-a daha doğrusu. Bir də 250 nəsə elə bir sual vardı. Ayson, bu niyə 6-6 yazdım belə? Gələ yan-yana vergül atıb yazardım. Eyb yox. Baxarıq yenə də burada. Nəysə, mən başlayıram 115-ci sualdan. Başqa heç kimin sualı yoxdur. %15 sonra 8. Yanaşı olmayan xanaları seçmək. Kontrol yoldaşlar. Bax. Excel-də yanaşı olmayan nə deməkdir? Yəni bir-birindən qonşu olmayan. Məsələn, bunu seçirəm. Kontrol basılı saxlayıb bunu seçirəm. Sonra bunu, bunu. Görürsünüz, bir-birindən məsafəlidir. Amma yanaşı olanda, məsələn, birini seçib, shift-i basılı saxlayıb hər hansısa bir yerdə vursam, məsələn, Y6 xanasında, onda diapazon kimi, yəni yan-yana olanları seçir. Bildiniz? Yan-yana olanları seçir. 118. Bu çox vacib məsələdir. Bunu demişdim mən sizə. D sütunun enidir. Burada yerləşən uzun məlumatın uzunluğu ilə bərabərləşdirmək. D ilə Y arasında sol düyməni 2 dəfə sıxmaq. Var idi qəbullarda bu ildə. Bay yoldaşlar, D sütununda. D sütununda nəsə yazıram. Yerləşmir, düzdürmü?
D ilə Y arasında bu hərflərin ikisinin ortasında sərlövhədə mouse'un sol düyməsini 2 qat vursam yerləşir də. Tam yerləşir. Ya da sağa doğru dartmaqla da eləyə bilərdik. 4 nədir? 4 də var. Sadəcə 4-dür bu, yoxsa? Ha, 164 mənim üzüldü sən. 164. Bəli, Excel-dən deyil mən. Ora sadəcə 4 düşüb, ona görə dedim. Hayırsın. Ora qədər indi qoy 115, 120. 20, 21. Yaxşı. Doğru deyil. Sətirlər ədədlərin nömrələrini düzdür. Sütunlar latin əlifbasını düzdür. Xanaya ad vermək olmaz. Bu səhvdir. Xananın adını dəyişə bilərəm də. Xananın adını dəyişə bilər deyə yoldaşlar. Məsələn, xananın adı B2 olmasın, Əhməd olsun. Bunu həm buradan dəyişə bilərsiniz, name box'dan. Həm də formulası da define name-dən. Aydın oldu. Bunu demişdik biz. Xananın adını dəyişirəm. Yazıram tutaq ki, Sezar. Okey. Xananın adı oldu nə? Sezar. Burada B1, burada Sezar. Sonra B3, B4, belə gedir də. 21. Kontekstual Mən nədir? söz soruşa bilərəm. Əlavə asılan tablar. Aha. Bu Excel-də olan o düymələr var, kombinasiyalar F2, F5, F4. Onların cədvəl kimi bir şeyi var, versiyası var. Elə Daha mövzunun sonunda var da. var sonunda. Əlbəttə, mövzunun sonunda qeyd olunur. Hə. Kontekstual tablar hansılardır? Yəni burada görünməyəndə yoldaşlar, bax, bunlar əsas tablardır demək olar ki. Kontekstual sonradan asılır. Yəni page layout sayılmır, design analiz, bir də pens 2, 3, 5. Qalanları əsas tablardır ki, burada var. Page layout əsasdır, formulas əsasdır, review əsasdır. 128 var idi deyəsən orada. 128-də page setup dialog pəncərəsini təyin etmək məhdudiyyət. Niyə? Çünki məhdudiyyət haradadır? Data tabında, data validation de buradadır. Amma digərlərin hamısı şeydə var. O page setup dialog pəncərəsində. Page setup dialog pəncərəsi haradan asılır? Page layout da buradadır. Page setup kənardan ox işarəsini vuran asılır. Səhifənin orientasiyası buradaydı. Portrait landscape. Sahələrin ölçüsü, səhifələrin kalan titulları buradadır. Sahələrin ölçüsü də buradadır. Digər isti cədvəlin sətir sütunlarının çap olunması o sheetdədir. Row and column headings və s. Təkrar olunacaq sətir sütunun təyin edilməsi o da buradadır. Rows to repeat at top, columns to repeat at left. O bilsiz nə deməkdir? Deyir, hər səhifədə təkrar olunacaq sütun və sətirin təyin edilir. Yəni, bu demək ki, sapdan çıxan hər səhifədə, məsəl üçün, A sütunu sap olunacaq. 131-ci sual elə olmalıdır, məncə. O sualdır, bu. İndi yoldaşlar, bizə deyir ki, təkrarlanan sütun. Sütun haradadır? Columns, C sütunu. Yəni, bu mənası o demək ki, sapdan çıxan bütün vərəqlərdə C sütunu görünəcək. Təkrarlanacaq bu demək, yəni, təkrarlanan budur. Və ya sətir desə 10 olacaqdır. Onlar sırf printerlə bağlıdır. 140. Formal ses dialog pəncərəsinin nə təyin olunmur? Deməli, Y variantı, şifrələnmə. Niyə? Şifrələnmə çünki haradadır? Şifrələnmə nə deməkdir? Parolla mühafizə. Ya reviewdadır, ya home'da seydədir, formatın içində, protection, faildadır ya da info'nun içində, məlum məsələdir, bir də save as-dır. Yəni, yoldaşlar, formal ses pəncərəsi haradan asılır? Bu da home'da alignment'in kənardan ox işarəsini vururam. Bax, buradan. Yəni, formal ses pəncərəsində xana daxilində bir neçə yazı yazmaq, xana daxilində bir neçə sətirdə yazı yazmaq. O budur, wrap text. Və buradadır.
Xanaları birləşdirmə buradadır, merge cells. Bucaq dərəcəsi buradadır, orientation hissəsində. Blokların, xanaların bloklanması düsturunun gizlədilməsi o protection'dadır burada. Blocked hidden. Və 146, 164. 164'ü demişdik əslində, amma deyəsən yaddan çıxartmışsınız. Axtarış əvəz etməli ola bilər editingdə. Üçüncü sayıda, home'da, burada editingdə. Word'da da elədi yoldaşlar. Find, replace, go to, keçid eləmək. %64'ten sonra yaxşı onu deyək sonra. Bax, qulaq asın. Bu 80 manat necə olub burada hesablanıb? İş saat, əmək haqqı, maaş. Nazim 8 saat işləyir. 1 saatı 10 manata. Və 80 manat maaş alıb. Onda belə çıxır ki, 8 arada yazılıb C2 xanasında. C2 vurulsun F2 olur. Çünki 10 manat da burada yazılıb. İndi mən bunu aşağı doğru sürükləsəm olacaq C3 vur F3. C4 vur F4. Yaxşı, saatlar dəyişdi. Və bu F3, F4 xanası boşda axı. Boş xanada nə kimi hesablanırdı? 0 kimi. Onda bunlar 0 manata işləyirlər. Hə, yoldaşlar. Elə bir ki, C3-də nə yazılıb? 36. F3-də nə yazılıb? Boş xana 0. Onda bu 0 olur axı bəs. Onda bu nə mahiyyət oldu ki? Onda nə etməlisiniz? C-lər sabit qalır. Yox. C-lər dəyişir. Yəni C sütun xanaları. C2, C3, C4. Amma bu F2 10 manat yazılıb ha. O dollarlanır. Dollar F dollar 2. Aşağı düşəndə dollar F dollar 2. Niyə? Çünki 10 manatı sabit saxlayır ki, hamısı 10 manata işləyir. Fəhlələr də saat 10 manata işləyirlər. Bildiniz? Doğru cavab olacaq C variantı. 10 manatı sabit saxlamalıdır ki, aşağı sürükləyəndə o dəyişməsin. Fikir versiniz dollar F dollar 2 hər üçündə eyni qaldı. Dəyişmir. İndi dördündə də o birisi də var. C5 vur F5. F2 daha doğrusu. Bu qayıtdı. Amma saatlar dəyişir. Çünki hamısı eyni saatda işləmir. Saatlar müxtəlifdir. Amma maaş olaraq hamı eyni maaşa işləyir. Aydın oldu. Sonra 210 qeyd eləmişsiniz. Mən də bunları demişdik axı elə bil biz 250-yə qədər. Öyle değil mi? 210. Müəllim, iminlə bu sualı da demişdiniz. Mənim Ha. yadıma gəlir. Amma neysə. Yəqin indi yazmayıblar da yoldaşlar, ona görə indi yazıblar. Ola bilər. 210. Y4, bunu gəlin belə eləyək. Bunu buradan kəsirəm. Y4 xanasına 2 yazılıb. Y5'ə isə 7. İndi yoldaşlar, biz bu xanaları doldurma markeri bilirsiniz nədir? O sağ aşağı üçüncü nazik plus işarəsi aşağı çəkir deyə odur da. İndi Y6 xanasına nə yazılır? 12. Niyə? Çünki 2 ilə 7 arasında fərq 5. Silsilədir bu. 5-5 artır. Onda Y7-yə nə yazılacaq? 17. Y8-ə 22. Y9-a 27. Yəni belə gedir də bildiniz. Y10'a 32. Bizə də Y10'un istəyir cavab 32. Deməli belə. 210'dan sonra 214, 19, 11 də var. Bu asan sualdır həqiqətən də. Yoldaşlar, konkret belə şeylər səhv eləməyin ha.
Ən asan sualdır. İndi bu necə əldə etməyə çalışacağıq? Sütun sətirləri yazmaqla, sonra da onların hasili olaraq hesablamaqla. Deməli, deməli. B2, B4. B2, B4. 1 sütun, 2 sətir, 3 isə xana anlayışı vardı burada. Bir də belə bir şey var ki, sütun nə ilə işarə olunur? Hərflərlə. İndi B, B2, bir dənə, yəni B-dir da bir dənə. Bir dənə sütun var. Amma sətir 4 sıx 2 üstəgəl 1. Asan yol üçün belə tapırdıq. 2, 1, 3. Xana sayını tapanda 1-i 3-ə vuracaqsınız. Yəni sütunun sətirə. O elə də 3. İndi bizə hansını verib? Bizdə burada sətirin sayını verib. 1 oldu Y. Sonra D3, Y6. D3, Y6. Yenə sütun sayı, sətir sayı və xana sayı. Sütun D, Y. Elə 2 dənədir. Sətir sayı 6 çıx 3 üstəgəl 1-dir. Yəni 4 dənə. Xana sayı isə 8. İndi 8 xana varsa 2A'dır. Bir də 4 2 hansı var? 4 sətir, 2 sütun. Ha, yoxdur. Sonra C3, Y, F7. Sütun C, D, Y, F. Yəni 4 dənədir. Sətir 7 çıx 3 üstəgəl 1-dir. Hansı ki eləyir 5. Bir də xana sayı var. C3, F7, okey. Xana sayını tapanda 20. İndi bunu da uyğunlaşdırmalıyıq. Xana sayı yoxdursa, burada da sətir sayı 5 var mı? Var. Sütunla 4, o da var. Söyle. Onda 3 sağ oldu nə? B'de. Y, A, B, D, Y variantı. Sonra 214. Babı köçürülmə məsələləri ciddi problemlidir. C1 xanasında olan düsturu C2 xanasına köçürüləndən sonra, deməli birinci köçürməlisən də. Köçürəndə olur B3, sıx dollara, dollar 1. Niyə rəqəm dəyişdi, hərf yox? Hərf niyə dəyişsin ki? C-dən C hərf dəyişmir axı. 1-dən 2-yə rəqəm 1 vahid artır sadəcə. Hərf dəyişmir. İndi bunu hesablayıram. B2 nə yazılıb? 5 A1-ə 3 elədi 2. Yəni C1 xanasının qiyməti oldu 2. B3-ə nə yazılıb? 4 A1-ə 3 elədi 1. Yəni C1 üstəgəl C2 2 üstəgəl 1. Bu da elədi 3. Bizdən C3 xanasını soruşur. Y variantı. Belə. Növbəti deməli. İki yüz 19 yoxdur, 220. Deməli yoldaşlar, 20-də necədir vəziyyət? 500-dən böyükdür, true. 8 kiçik bərabər 8-dən true. Bərabərlik var, düzdür bu. İndi qulaq asın. Hərflərin müqayisəsi necə olur? İlk hərflərinə görə baxsınız. İlk. Y A-dan kiçik deyil, uşaqlar, böyükdür. Ona görə bu false. Yəni əlifba sırasında bu belə getmir. A, B, S, D, Y.
Düzdürmü? Elə bir ki, Y A-dan böyük sayılır. Ümumiyyətlə sağdakı belə deyək də, hərf soldakından böyük sayılır. Bildiniz? Məsələn, B də A-dan böyükdür, C də A-dan böyükdür, D də və s. Ya bunlar böyük sayılır. Ona görə Y A-dan kiçik deyil. False olur. İndi bunlar da true idi. True. İndi enddə bir dənə false varsa cavab false. Mən bir sual verə bilərəm. Aha. Bu ilk hərflər məsələn bərabər olsa bəs necə? İkinci hərflərə üzə baxırıq. Ha, tabii ki 100%. İkinci hərflərə baxacağız. İkinci bərabər olsa üçüncüyə. O qayda gedir. Təşəkkür. Buyur. 252. Sonra 54. Əlli iki diaqram məsələsi. Deməli. İndi biz demişdik ki, bu dairəvi diaqramlarda saat əqrəbi prinsipi var. Saat əqrəbi. Yəni, sənə də deyir ki, diaqram A2, C2-yə əsasən qurulub. A2, C2, yəni burada A2, B2, C2. İndi bu saat əqrəbi prinsipi nəyə əsasən gedir? Yəni, onda belə çıxır ki, A2 xanası birinci 25%-dir. B2 xanası ikinci 25-dir. C2 isə 50%-dir. Yəni, bunu belə nəzərə alır, ha, yoldaşlar. Saat əqrəbi prinsipi buna əsasən nəzərə alınır. Bildiniz? Saat əqrəbi prinsipi buna əsasən nəzərə alınır. Bir də izah eləyə bilərsiniz müəllim, zəhmət olmasa. Bax deyir ki, diaqram. Ümumiyyətlə dairəvi diaqramlarda saat əqrəbi prinsipi var. Onu yadda saxlayın. Saat əqrəbi. Diaqram A2 C2-yə əsasən qurulur. A2 C2-yə əsasən, yəni bu üçünə əsasən qurulub. Hesablamaların nəticəsində alınan ədədlərin hesabına qurulub bu diaqram. Yəni A2 xanası nəticəsi 25% olur. B2 bu birisi 25%-dir. C2 bu birisi 50%-dir. Bu həmişə belədir ha. Həmişə belədir. Yəni Uyğun saat olaraq əqrəbi deyə prinsipi. bilmərik ki, müəllim. Necə? Saat əqrəbi istiqamətinin yerinə uyğun olaraq deyə bilmərik. Çünki orada bəllidir də 25%, göy 25% birinci hissə, qırmızı ikinci hissə, yaşıl da üçüncü hissədir. Beləmin də onu çox tələbə bilmirdi. Ona görə səhv salırlar, başa düşmürlər. Ona görə mən okey. saat əqrəbi deyirəm ki, hamının beynində qalsın. Ha, tamam. Əslində o deməkdir təbii ki. Yaxşı, davam edək. İndi hesablamaları yerinə yetirməyə çalışaq. Çünki bunu biz elə belə verməyib. Sən A1-i 1-i niyə verib? B1-də 4-ü niyə verib? Bunu elə belə verməyib ki. Yəni nəsə eləmək lazımdır. Ədəd çıxartmaq lazımdır ortaya. Çünki diaqram ədəd hesabına qurulur. Hesablamaların hesabına yox. İndi B1-ə nə yazılır? 4. A1 1. 4-dən 1 çıxanda 3. 3 3 vuranla 9 üstünə 1 10. Birinci vurma sonra toplamadır. 10 nə qiymətidir? A2 xanası. Ya bu o deməkdir ki, 10 elə birinci 25%-dir. Sonra burada C1-i bilmirik. Ona görə bunu tapmaq çətin olacaq B2 xanası. Bunu ən axıra saxlayıram. Həm də ki, bunun da qiyməti 10-dur. Niyə? Çünki 25% 10-dursa, o birisi də 10-dur yoldaşlar. Bir məntiqlə yanaşmaq lazımdır. Bu birisinə də 4 üstə gəl 1, 5. 5-i 4-ə vuranda 20. Bu 20 də ki, budur. Çünki 25%-in 2 qatı 50% verir. Özündən 2 qatı artıq. 10, 10, 20. Diaqramın ədədlərini tapdıq. 10 budur, 10 budur, 20 də budur. İndi bizdən C1-i istəyir. C1 haradadır? B2 xanasında. Başqa yerdə yazılmıyor, bax, C1 ilə bağlı hesablama. İndi bunu hesablayıb, amma B2 xanasının qiyməti nə oldu? 10-a bərabər. Yəni bunu 10-a bərabər eləməlisiniz. Bərabərdir 10. İndi B1-ə nə yazılıb? 4. 4-ü 2-yə bölürəm. 2. Kənarda yazıram. 2. Üstə gəl C1 vur 4 bərabərdir 10. Elə bir ki, B2 xanası buraya yatdı. Üstə gəl C1 vur 4 bərabərdir 10. İndi C1 neçə olacaq? 2. Aydın oldu. Elə bizdən də C1 istəyir, cavab 2. Bu qayda görə bilərik bunun izahını. İndi 59-cu sualda diaqramda onu izah edəcəm. Müəllimdən sual verə bilərəm. Bəli.
C2-ni 20 tapandan sonra, A2-ni də 10 tapandan sonra B1-in qiyməti avtomatik. Doğrudan bizim C2-si. Elə bildim mən biz B2-ni tapmışıq. Mən də deyirəm niyə Yox. B2-ni tapmışıq. İndi gəldi 58-ə. Və də bu mənası o deməkdir ki, yoldaşlar. Yəni bu diapazonda Bunu boşa deyirdim mən dırnaqların bilənləri. içinə verməyibsə, boş xanaların sayını istəyir. Bu mənası o deməkdir. A1, C4 buradır. Və də diapazonu görmək lazımdır. Diapazonu səhv görsəz, 1 bal məhv oldu. İndi qoşa dırnaqların arasını içinə verməyib. Bu demək ki, boş xanaların sayını çıxart. Boş xana biri buradadır. Biri buradadır. Biri buradadır. Biri buradadır, biri də buradadır. Müəllim, mən burada elə bildim ki, Beş dırnaq dənə. şarası yazılıb axı. Ona görə 5 Aha. dənə ifi götürmüşdüm. 5 dənə. 5 dənə if, A1-dən C3-ü götürmüşdüm. 2 dənə. Yox. Yəni nə o yəni neçə dənə dırnaqda ifadə var ona görə. Yox, elə bir şey yoxdur. Yox, o demək deyil yəni bu mənası. Müəllim bir sual verə bilərəm. Aha. Bizə count if-də verilmiş şərt, əgər diapazonda həmin şərtə aid bir şey yoxdursa, məsələn, verilib dırnağın içində 4, amma diapazonda dırnaq içində 4 yoxdur. 0 Cavab ondan çıxardacaq. 0. Bəli. Çək. Count tapa bilməyəndə 0 çıxardır. 259. İndi yenə diaqram A2 S2 diapazonuna əsasən qurulub. Yəni A2 60%-dir, B2 10%-dir, C2 isə 30%-dir. Ya bu hər zaman keçərlidir yoldaşlar. Bunu konkret belə baxmalısınız. 254-ə baxaram. Bir dənə bunu deyim, geri qayıdacağım. İndi biz nə etməyə çalışacağıq? Buradan C1-i tapmağımız çətin məsələdir. Belə ki, qalsın. Burada yoldaşlar, bu B2 xanasının qiyməti həmişə 1 olacaq. Bilirsiniz niyə? Çünki üstü qüvvə 0-dir. Powerdə A1-dən C1-i çıxıb. Düzdür, C1-i bilmirik. Amma nə vaxtsa tapılacaqdır. Yəni bunun yerinə bir ədəd var da. Aydın oldu. Ona görə bunun nəticəsi həmişə 1-dir. Üstü qüvvə 0 olduğuna görə. Count'un cavabı həmişə 3 çıxacaq burada. Niyə? Çünki A1, B1, C1. A1, B1, C1. Buna cavabı həmişə 3 çıxacaq. İndi 1 burada hansı faiz idi? 10%. Çünki sadə əqrəbi. 3 də 30%. Aydın oldu. Sadə əqrəbi. Onda 60% nə olacaq? Yəni A2 xanası 6. Ya məntiqlə görünür də bu yoldaşlar. 1 10% isə, 3 30% isə deməli 60% 6'dır. Aydın oldu. 60% 6'dır. İndi mən C2-ni istəyirəm məndən. C1-i daha doğrusu. C1 ancaq buradan tapa bilərəm. Niyə? Mən nə bilim ki, bu powerdə C1-in qiyməti neçədir? Onu müəyyənləşdirmək olmayacaq. Düzdür, cavab 1 bilirəm. B2 xanasının qiyməti 1-dir, onu bildim. Amma C1-i tapmağım mümkün deyil axı yoldaşlar. Aydın oldu. Sonra counter'a tapa bilmərəm. Bir dənə şeydə tapa bilərik ancaq. Birinci hissədə. Yəni A2 xanasına görə. Sualın var Səriyə? Bəli, müəllim. Burada siz biri 10% götürdünüz, elə deyil. Amma Elədir, təbii ki. biri niyə 60% olan götürməliyik? Çünki Ben birinci demedim gəlir. sadə əqrəbi. Sən onu götürə bilmərsən axı. Bu A2 xanası həmişə 60%-dir. B2 xanası da 10%-dir. Sadə əqrəbi. Onu Yəni heç vaxt saat götürmə. əqrəbi ilə bu birə düşmür ki, yəni Yox, birinci birə niyə budur, düşsün ikinci ki? budur. Yox, elə şey olar. Sən birinci, o demək deyil. Bax görürsən tutar. Bax görürsünüz hələ buradan bura sadə əqrəbin başa düşməmisiniz. A2 xanası birinci 60% olur həmişə. B2 xanası ikinci faizdir. 10%. C2 xanası da üçüncüdür 30%. Sadə əqrəbi belə gedir. Hesablamaya əsasən aparmırsan, Sən elə bilsən hesabladın, bir tapdın ona əsasən baxsın, Yox, ona görə deyil. Olduğun mövqeyə görə fırladırsan. Aydın oldu. Hesabladığın nəticəyə görə yox. Sən nəticəyə görə baxdın. Nəticəyə görə baxa bilmərsən hesab. Xanaya görə baxmalısın. A2 xanası birinci 60%-dir. Hər zaman. Aydın oldu. Nəticəyə görə yox.
Xana ünvanına görə. A2 xanası Yəni mən birinci düşündüm faizdir. ki, birinci yarım dairə, yəni birinci hissəyə aid olacaqdı. İkinci ikinciyə, üçüncü də üçüncüyə olar yəni ona görə. Yo, yəni A2 xanası birinci yarım dairəyə aiddir. Onu bildin? Onu demək istəyirəm elə. Mən də onu deyirəm. Onda bir bura gəlib düşmür ha. Bir cəbə 10%-ə düşür. Hətta mən niyə belə olmamalıdır ki, niyə? Yox, bax. Bir nəyin qiymətidir? B2 xanasının, düzdürmü? Bax, bu birdir. C2 xanası nədir? Niyə O o da bir 3. oldu bəs? Çünki power üstü qüvvə 0 verib. Üstü qüvvə 0 Hə, həmişə hə. 1 verəcək də. Hə, Səncə onun bildim, fərqi bildim. var ki, hesablamanın nəticəsi neçə olur olsun. Aydın oldu. Hesablama A1-dən C1-i çıxanda nəticə nə olur olsun, üstü qüvvə 0 həmişə 1 verir də. Onda belə çıxır ki, nəticəyə görə hesablayıb qoyuruq da yerinə. Hə, də təbii ki. Yəni məsələn 1 burada çıxdısa, dəqiqə deyim də, məsələn 1 burada çıxdısa, onda birinci bu olacaqdı. Ondan sonra 2 burada çıxdısa, Yox, məsəl bax üçün görsən yenə səhv dedin. Yox, Bu saat əqrəbi niyə öyrənə bilmirsiniz ki? Bu nə böyle şeydir ki? Bir dənə qulaq as, rəqəmləri hamısını siləm. Ümumiyyətlə A2 xanası birinci şeydir, faizdir. B2 xanası o birisi faizdir. 10%. C2 xanası 30%-dir. Bu həmişə belədir. Nəticə nə olur olsun. Fərqi yoxdur. Aydın oldu yoxsa yox? bəli, aydındır mənim, amma nəysə. O Nəyi baş... nəysə. Konkret daxı, bunun başqa yolu yoxdur. Nəyə başa düşmədin ki, mən çatmadım ha? Yo, mən Hə? də elə bunu demək istəyirəm. Yəni demək istəyirəm ki, birinci A xanasında olanlar 60% aiddir, B xanasında olanlar 10% aiddir, C-də isə 30% olan. Xanasında olanlar yox. Hələ A2 xanasında konkret. A-da yox. A2 xanasında olan 60-dır. B2-də 10-dur, C2-də isə 30-dur. Sən amma deyirsən ki, məsələn biz burada 1 almışıqsa, powerdə, bu 1 60%-dir. Onu elə deyə bilmərsən. 1 10%-dir, 60 ola bilməz. 60%-in nəticəsi burada da A2 xanasında. Aydın oldu. Bəli. İndi bu 1 oldu, bu 3 oldu. Ona bu da 6-dır. 6, yəni 6 1 3. Belə dövr eləyir, elə bir ki 6 1 3. İndi bunun 6-ya bərabər eləyirsən. Oradan C1-i tapırsan. Çünki buradan tapmaq olar. A1 də 8. 2 vurulsun. ABS modulda onsuz. C1 çıx 8 bərabərdə 6. İndi yoldaşlar buradan ABS C1 çıx 8 bərabərdir. 2 ilə 6-nı hesab edirsiniz, elə bir ki 3 qalır. İndi C1-dən 8 çıxanda 3 qalır. C1 neçə ola bilər onda sizcə? ABS sadəcə modul eləyir, mənfi müsbət eləyir. Varianta görə 5. Yəni 5-dən 8 çıxana mənfi 3 olur. ABS bunu modul eləyir. Ona görə nəticə müsbət 3 olur. Yəni modul olaraq müsbət çıxardır da, mənfini müsbət eləyir. Sonra 254-də sintaksisdə səhv var deyir. Sintaksisdə səhv o demək ki, iki səhv. Mən də yadda saxlayayım, məntiqi və mətn funksiyalarında yox, ümumiyyətlə mətn funksiyalarında diapazon olmaz. Yəni len, left, right. Bunlarda diapazon versə birinci səhvdir. Aydın oldu. 4 ona görə səhvdir. 2 niyə səhvdir? If-də diapazondan sonra şey verməliydi. Yox, if-də də diapazon verə bilməliyik. İfdə şərtə görə diapazon verə bilmərik. İfdə yoldaşlar, birinci hissədə, yəni nöqtəli vergülə qədər diapazon olmaz. Bu da ona görə səhvdir. Cavab 2 ilə 4. Müəllim, bir dənə zəhmət olmasa left right-ın buradan fərqini izah edə bilərsiniz tez. İzah edirəm indi dəqiqə. Hər hansısa bir yerə yazıram. Hər hansısa bir yerə yazıram master. Yazıram ki, bərabərdir left. Tutaq ki, master yazmışam, məsəl üçün A2 xanası. A1 xanası olsun da məsələn. A2 olsun, A1 fərqi yoxdur. A2 xanası. Nöqtəli vergül 3.
Bu mənası o deməkdir ki, A2 xanasında yazmışam master. Master. Aydındır. Da. A2 xanasında left nə deməkdir? Sol. Soldan 3 dənə simvol götür. Soldan 3 dənə nə deməkdir? Mas. Mas. M-ası. Bunun cavabı oldu mas. Ha, mən elə bilirəm ki, soldan 3 dənə hərf silirik, cavab ter Yox, qalır. silmir. Götürür. Right-a görə yazsaydım Right-da da əgər. ter olurdu onda. Ona ter olacaq, bəli. Sağdan 3 dənə götürür. Mən elə bilirəm silir, ona görə burada mən səslər səhv yazmışdım. Yaxşı, bu belə. 260. Yaşı 25 olanlar deyir ha, düzdürmü? Şərt verir də bizə. Yəni, sənə deyir yaşı 25. Yaşı 25 nə deməkdir yoldaşlar? Hə? Sənə şərt verir də, deyir ki, yəni, sırf yaşı 25 olanların sayını təyin et. Düzdür. Şərt varsa nə ola bilər? If. If-də olanlar hansılar? Demək, digər variantları çıxırım. Count iflər olacaq. Ya adı ya da C. C səhvdir, niyə? Çünki A1-ə nə yazılıb? Asif. B10-a nə yazılıb? 28. Asiflə 28-i toplaya bilərik. Error verəcək, value. Səhvdir. Bir dənə qaldı variant. Yəni, bu mənası o demək ki, bu diapazonda, B1, B10 diapazonda 25-ə bərabər olanların sayını çıxart. Sonra 267. Mən bir də 260-ı təkrar bir dənə deyə bilərsiniz zəhmət olmasa. Nəyi? 260-ı. Count Yaş 25 olan deyirsə şərt. Şərt varsa if olmalıdır. Çatdı. Şərt Ha, varsa if olmalıdır. O da C səhvdir, çünki toplama ola bilməz. Bir dənə variant qalırdı. count olardı. Orada bölmə olmaz. Səhv işə çatdı mən. Sağ ol. 67. Bunu bir-bir qoyub yoxlamaq lazımdır əslində. A3 və B sonuna yazılmış düsturlardan hansı C sonrasını köçür? Heç nə, bir-bir yoxlayaq da. A3 olan düsturu şeyə köçürək, C3-ə. Düstur nədir? Dollar A1, kənarda yazıram. Üstəgəl A dollar 2. Köçürək C3-ə. Nəticə 8 verəcək hansındasa. A-dan C-yə hərf 2 dənə dəyişir. Rəqəm dəyişməyib. İndi dollar A qalır, rəqəm də qalıb. A olur C, bu A olur C. Dollar 2 dəyişmir. İndi A1-ə nə yazılıb? O A niyə Yeddi. C oldu ay müəllim? Necə niyə C oldu? Dollar 2 dəyişmir, daha dəyişə bilər. Hərf dəyişib bax 2 Ha, ilə. doğrudan ne? Ha, tamam. Sonra C2 nə yazılıb bəs? C2 də yazılıb 3. Bunun cavabı elə də 10. Səhvdir. Niyə? Bizə 8 lazımdır. Deməli yoldaşlar, əgər A3 deyilsə, burada digər variant C də var. Onu heç məcbur köçürməliyik. A3 sonrasında olan növbətini köçürürəm. A1 üstəgəl A dollar 2. Köçürək. Yox, A3 yox. Bu dəfə B3 sonrasında olan istəyir. B3 demem. Dollar B1. Sonra olacak C dollar 2. Dollar B1 üstəgəl B dollar 2. Bunu köçürəcək C3-ə. B-dən C-yə hərf bir dənə artır, rəqəm dəyişmir. Yəni dollar B dəyişmir. Dollar B dəyişmir. Yanındakı olacaq nə? Rəqəm də dəyişmir. Belə bir qalır. Yes. Bu B olur C, dollar 2 də C dəyişmir. dollar 2. B1-ə yazılıb, deməli 5. C2-yə də yazılıb 3. 3, 8. Deməli doğru cavab B bəndi. B3 xanasıymış. Bir-bir yoxlayıb görmək lazım ki, hansında deyir. Sonra 69, 70. Yenə diaqram məsələsidir. İndi yoldaşlar, qulaq asın. Birinci hesablayaq. A1-ə nə yazılıb? 5. B1 16. 5 16-ya vuran neçə deyir? 80. Üstə gəl. C1 30. 30-u 1 onunla 5-ə vuranda 45. Bu xananın qiyməti oldu 125. Neysə, bir əlavə yazıları silim. Birbaşa 125 yazırım. A2 xanası oldu 125. Gəldim product'a. A1 nöqtəli vergül C1. Nöqtəli vergül deyirsə, yalnız A1-i və C1-i götürür.
Produkt hasildir. 5'i 30'a vurur 150. 2'ye bölsə 75. 75. A1 5, B1 16. 5 16'ya vuranda 80, C1 də 30. 80'dan 30 çıxanda bu da elədi 50. İndi 125, 75, 50. İndi fikir verirsə, saat əqrəbinə getsə, onu birinci 125 daha ən çox böyük olmalıdır. faizdir. Elə variantıdır. Yes. Çünki 125 50 faizdir. 75 30'dur. 50 20 değil. faiz 50'dir. 20% şey. Burada o demir niyə? Çünki yoldaşlar 60 faiz deyil bu. Onu bir də hardan bilə bilərsiniz 60 deyil? 125 50 75. Cəmi neçə eləyir? 250. 250'nin 50 faizi 125'dir. Elə deyil. Onda 60 faiz olmaz axı. Sonra yenə 60 faiz var getdi. Burada ümumiyyətlə 2 dənə eyni faiz var. 2 dənə eyni ədəd yox idi axı 2 dənə eyni faiz olsun. Burada da ki 10 40 faiz 50 50 faiz bu tərəfdə yox, sağda olmalıydı. Plus da ki 10 ilə 40 ödənmir. Bildiniz? Yəni hesablayıb bilirsiniz məsələ nədir burada? Hesablayıb orada fərqi görməlisiniz. Yetmiş. Bunlar qəbul sualları mısın? Və təəssüflər olsun ki, səhv yazmışsınız. Bax 69-dur, 70-dir. Bunlar düşən qəbul suallarıdır. Özə son 2024, 2023. Yox, 24 imtahanlar düşənlərdir. İndi diaqram hansı qiymətləri kəsişib? 12, 10 12, 10, və 6. 6. İndi yoldaşlar variantla da işləyə bilərik. İndi deyəcəm necə. Gəlin bir dənə bu A2, B2 bunları tapaq. A1, C1 diapazonu. Yəni 7, 12, 8. Eləyir 27. 27'ni əvvəl nə deməkdir? Topla sayına bölür. 3'ə böləndə 9 eləyir. Və A1'ə nə yazılıb? 7. Üstünə 4 elədi 11. İndi sizə bir söz deyim. Əgər diaqram 12, 10 və 6 qiymətlərinə görə ödəyibsə, yəni sizcə mənə 9-un 11 qiymət lazımdır ki, heç? Yox. Yox. 9 harda yazılıb? A2 xanasının qiymətidir. 11 harda yazılıb? B2 xanasının qiymətidir. İndi A2, B2 xanaları harda varsa onları çıxıram. A variantı getdi. Hansı D də diapazona getdi. düşürsə, C də getdi. Bəli. Hansı diapazonda A2, B2 varsa, bax burada B2 var ha, diapazondur bu. A variantı da olmaz D də. Su qaldı 2 dənə variant arasında. Gördünüz mü? İndi yoldaşlar B bəndinə baxıram Bakı. Yazıb C2, C4. C2, C4'də necədir? Bu buradır. Bu aralıq. Heç hələ o birisləri hesablamıram. Deyəcəm niyə. Birinci qiymət nədir? 10. Düzdür. Bizdə birinci qiymət nədir? 12. Deməli bu da səhvdir. Qaldı C, E variant. Gördünüz. Yəni ciddi bir hesablamağa ehtiyac olmadı o qədər də. Bu belə. 71. Bax yenə. Bunları bir hesablamalısınız. Bu da qəbul sualıdır. 12 xana deyir. Yoldaşlar burada C variantıdır cavab. Bu bir yoxlamaq istəmirəm. İndi elə bir dənəsinə görə deyək. Əslində bir yoxlamalısınız. 5 plus 1. Sütun sayı yenə yazıram. Sətir. Xana. Mən düzgün cavabın üzərindən izah edirəm. Amma yəni izahın birində necə olur? C, D, Y. 3 dənə. 5 sıx 2 üstə gəl 1. 4 dənə. 3'də 4'ə vurursunuz. 12 dənə. Bizə də xana sayı istəyir ki 12 olsun. O da C variantıdır. Yəni o birisləri yoxlasaz ödəməyəcək də. Bildiniz necə? Əslində bir yoxlamalısınız da belə. Mən prosto birbaşa düzgün cavabın üzərinə izah edim sizə. Əslində bir yoxlamaq lazımdır onu. O da ki düzdür, vaxt aparır. Amma başqa yolda yoxdur. 277, 80 və 83. 3 dənə sual qaldı. Yaxşı.
277. Aha. Deməli qulaq asın bax. Product A1 C3. A1 C3 bu aralıqdır. Qulaq asın, burada faktorial hesablanmayacaq. A1 siz niyə? Bərabərliyi yoxdur, xara hesablasın. Yes, bəli müəllim. Yadda o saçları Mətndir bilən orijinal, bunu hamı hə? hesablayıb. Amma yəni diqqətli olmaq lazımdır. Mətn faylında müəllim artıq o bərabər olmadığı Bərabər yoxsa hesablamır da mətndir, bəli. Deməli, burada nəyi hesablayacaq? 2-ni, 3-ü və 5-i. Yalnız rəqəmlər, diapazonda yalnız rəqəm. Product nə deməkdir? Hasil. 2 vur 3 vur 5. Vurulsun, niyə? Və bu kənarda niyə yazıb bunları? Hə? Bunlar da nəzərə alınmalısınız. A5 və C5 xanaları. Nöqtəli vergüldə. Yəni, yalnız A5 və C5. Vur 2, vur 5. Bu da eləyir 30, yox. 30, 60, 300. Sözcəb 300. Müəllim, o faktorial, real faktorial olsaydı o zaman nə olardı? Bərabər olsaydı bunu da 6-ya vuracaqdı. Ondan 1800 olacaqdı. Aydın 6-ya oldu. vuracaqdıq. Hadi 3'ün faktorial nesə eləyir? Hə, 1 vur 2 vur 3 də. Faktorial nədir bəs? Bunun içinə 3 gəl. Yəni bərabər olsa bu da hesablanacaqdı. Onda 6 eləyəcəkdi bu. Onda əlavə 6-ya vuracaqdıq. Yəni burada 6-ya vuracaqdı. Elə bir şey hesablamanın içində. Aydın oldu. Bərabər olsaydı. Sərsənci sual. Bax, qulaq asın. Bu nə də yoldaşlar? Excel bizim ədədlərimizi, məsəl üçün 12-ni, -22-ni, tutaq ki 1-i. İndi 1 nə deməkdir? 1 ta turu deməkdir. Turunu, nə bilim 35-i, 47-ni, məsəl üçün də nə bilim atıram da 68-i, 57, 58, 62 və s. də. İstənilən ədədi turu kimi qəbul edir. Turu kimi tanıyır. Doğru olaraq da yəni. Biz də bilirik ki, if-in qaydası var. Nədir o qayda? If-də hər zaman birinci tərəf şərtdir. Əgər şərt ödəsə, nöqtəli vergüllərin ayrılıb, cavab 15 olacaq. Şərt ödəməsə, cavab ikinci, yəni 20 olacaq. Və bu da o demək ki, şərt ödəsə, onda birinci tərəf true olur, ikinci tərəf false olur. Yəni 15 tərəf true, 20 tərəf false olur. Bu mənası o deməkdir. Yəni if-in qaydası budur, yoldaşlar. İndi A2 xanasına mən əgər true 12, 1 və -22 qoysam, hamısında false çıxardacaq. Niyə? Və dedim axı, istənilən bir ədədi true kimi qəbul edir. Ta ki, özüm yazıram, məsələn 35. 35 truedur, amma qabaqda not var axı, yoldaşlar. Notu inkar elətdirir axı. Elə bir ki, truedirsa false edir. Ona görə 20-ni sap edir. 20-ni götürür daha doğrusu. Nəticə olaraq. Bildiniz? 20-ni götürür. Amma yeni cavab oldu məsələn 1, 4, 5, 6. Cavabımız budur. Çünki bizə lazım ki 20-ni götürək. Bizə deyir axı 20-yə bərabər olsun. Amma məsələn 0 versə, 0 da false deməkdir onsuz. True not bunu 1 eləyir və ona görə 15-i götürür. Və ya false versəz, not bunu true edir və yenə 15-i götürür. Yəni if-də qayda budur ki, qısacası. Hər zaman birinci tərəf truedur, ikinci tərəf false. Hər zaman. Orada 15-in 20-in yerinə nə yazır yazsın. Fərq eləmir. Ona görə cavab oldu 1, 4, 5, 6. 284-ə baxa bilərik müəllim. Keçən həftə bundan bağlı sual vermişdim. Hələ də öyrənə bilmədim. Yoxsa yox. Təəssüf ki, xeyr. Kolum seçilib. 183-ə baxa Sütun olaraq bilərsən. düzdür. Baxacam biləm, orada qeyd olunub 83. Tani 84 burada deyə dedim. Kolum sütun üzrə, aşağıya doğru. Gross nədir? Vurma. Aha. 4-ü 3-ə vura gedirik 400-ə 3-ü 4-ə vur. Yo, 3-ü 4 vurursan. 3-ü 4-ə 12, 4 12, 12 4-ə vur 4, 48 belə hə. 48 4-ə vuranda neçə eləyir? 192 eləyir deyəsən.
Ona Neyse 4-ə belə bir vuranda şeydir. 400 neçə eləyirdi? Bundan A4. sonra 4'e vuranda 400'ü kesir. Stop Aynen. value yazıp kesebilmez ama. Aha, A4 Ama aslında 192. 192 öyle. Şey. Sayısanız söyleyin. Öyle bu da yeni suallandı bu. Ha burada sesi var. Ha. Stop value'un düzü vermeyip ama sesi bara kadar hesapla. Sesilme var. Bak görürsünüz. Vurmayla. 2 3 2. vurulsun 2 vur 2 vur 2 de. 6 12 24. Su. Zab 24. Ben həmişə burada growth seçəcək, yoxsa linear date falan da seçəcək Yo suallarda. liner olan da ona sesler. Liner da nə edirik bəs? Topluyor. Date-də. Tezsin orada sesimler olmalı. Aynı tarihine göre. Autofill bəs. Ama onlar düşmeyecek. Onların düşme ihtimali yok. Hə, linear toplama zaten growth Ha. olur mu? Ümumiyyətlə Espro ilə bağlı sual düşmə ehtimali yoxdur. Bunlar qəbul etsə vaxt düşmüyor. Prosta sadəcə izah edirik. Ya belə sual düşmüyor biz. Yaxşı görürəm. Qəbullarda yoxdur. O zaman bundan sonra düşə bilərdi. Çünki qeyd olunur ki, qəbulların formatı dəyişdiriləcək. Deyəsən, ona görə düşə Düşsün bilər. əməlim. Excel'in hamısı hesablama düşsün yazaq. Nəzəriyyə düşməsin heç. Nəzəriyyə lazım deyil. O bizdən asılı deyil. Ki, düşəcək, düşməyəcək. Amma müəllim, məntiqi olaraq da nəzəriyyənin bir şey yoxdur yəni. Maraq. Maraq da əlavə lazımi bir şey deyil. Amma Excel'in bütün bu hesablamaları lazımdır. PowerPoint-də olan o bütün Bilirəm, amma sayıqlanması indi o lazımdır. bizdən asılı deyil. Burada çox şey danışmaq olar. Mən əyani dərsdə həmişə deyirəm o barədə. Mən də magistratura proqramı düzgün keçirilmir, amma yenə də bizdən asılı olan heç nə yoxdur. Amma tabe olur. Eynən. Şaşama olar. Müəllim, demək PowerPoint-in testi ilə Excel 3-ə qədər Access-i 3-də daxil verdiniz də yəni. Bəli. PowerPoint testin hamısını yazırsınız. Hamısına baxacağıq. PowerPoint onsuz asandır. Bir də şeydir, Access 10.1-dən 10.3 də daxil. 10.456 növbət dəstəyi və iki müəssisəcək Access. Sual Bitdi yoxsa müəllim. sıxa bilərsiniz. Bəli. Çox sağ olun, gecəniz xeyir olsun müəllim özünüzə.